Değerli Buğa Bözləri, hər birinizi salamlayıram. Sizin üçün mən iyun ayına olan proqnozu söyləyəcəm. İyun ayında Saturn, Neptun bizimlə bərabərdir. Axırıncı dəfə, sonuncu dəfə demək ki, Saturn və Neptun 84 il bundan öncə birləşiblər. Çoxu həyatında ilk kəs yaşayacaq bunu. Bəziləri də indi Allah uzun ömürlər versin, yaşı 85-i keçirsə artıq onlar ikinci dəfə yaşayacaqlar bunu. Və Saturn buğalar üçün də böyük nailiyyətlər gətirəcək. Neptun buğalar üçün də Yupiterdir, Marsdır, hər bir güc üçün, xüsusilə buğalar üçün də öz plusları, minusları olacaq. Pluslar budur ki, müsbətlər bunlardır ki, ümumiyyətcə baxın, bu Neptun həyatımıza əvvəl də olur. Bir neçə illər öncə maddiyyatda çətinlik olubsa və yaxud pul baxımında və yaxud sevgi, eşq baxımında biraz sıxıntılar olubsa və bunlar artıq eyni təkrar yaşanmasa da ona oxşar, bənzər formada yaşana bilər. Amma bu səfər yaxşı ilə, müsbətlə bitməklə, yarımçıq qalaraq yox. Ümumiyyətcə, dəyərli buğalar, sizlər üçün yaxşı finans çıxır. Bəzi buğalar var ki, sıxıntıdadırlar. Borcları ola bilər, sıxıntılar yaşaya bilərlər, ya kreditlər olsun, ya kimsə pul götürüb, borc götürüb və qaytarmır. Bunlar da yaşaya bilərlər. Yaşayan bürclərimiz var, buğalar var və az da olsa, bütöv şəkildə yox, az da olsa bunlardan qurtulacaqsınız. Bunların sonuna gələcəksiniz, hissə, pillə, birdən olmayacaq. Çünki Saturn və Neptun, ümumiyyətcə Mars, bunlar Yupiter güclü, çox güclü planetlərdir. Amma ləng olaraq gelir. Və nə qədər ləng hərəkət edəsə bizim o qədər xeyrimizədir. Bəzi buğalar var, bilirsiniz, buğaların mənfi, negativ kodları 444'dir. Çox insanlar var ki, məsəl üçün onu heç deaktiv eləmirlər. Bəzi maddiyyata görə, məsəl üçün onu mən hələ ki, mən ancaq deaktiv edirəm. Maddiyyata görə, qalsın, eybi yox. Tamam, qalsın. Qalanda da axırı gəlir nəyə çıxarır? Böyük fəsadlara. Negativ kod nədir? Onu deaktiv eləmək. Yəni onu üstümüzdən götürmək. Yəni bu həm ana karmasını silir, avtomatik olaraq həm də sizin o 444 negativ tilsim kodunuz çıxır gedir. Və ümumiyyətcə, bugünkü mövzumuz bu deyil, sadəcə olaraq buğadan söhbət getdiyi üçün mən söylədim və ümumiyyətcə buğalar üçün yeni kreditlər ola bilər, yeni kreditlər götürərsiniz, köhnə borclar bağlayarsınız və yaxud kimlərsə sizə kömək edə bilər, borc olaraq versin, hansısa borcları bağlayırsınız və sonra ona qaytarırsınız. Amma bu səfər biraz yüngül formada olur. Ümumiyyətcə, 7 iyun, 11 iyunda bilirsiniz, Palmaluniyadır, dolu aydır. Bu vaxtda qazanc ola bilər, pul məbləğ ola bilər. Ola bilər, siz borc ödəyərsiniz, düşünərsiniz, pul almaq əvəzinə, əksinə mən borcumu verdim. Yox, bu borcu ödəyirsiniz avtomatik olaraq öz yerində. Amma nəsə bir xəbər ola bilər, nəsə sizin üçün müsbət bir, sizin xeyrinizə ola bilən bir iş ola bilər. İstəyir maddiyyat olsun, istəyir sizinlə əlaqədar olsun. Bəzi buğalar ümumiyyətcə kino çəkilişlərinə gedə bilərlər, kitablar yaza bilərlər və yaxud yazdıqları kitabı nümayiş etdirərlər və yaxud çəkdikləri rəsm əsərlərini nümayiş etdirərlər və yaxud nəsə bir tamaşa oynayarlar. Yəni söhbət burada nədən gedir? Adamlar içinə çıxa bilərsiniz, kollektiv və yaxud sizi bir qrupa yazarlar, işlə əlaqədar gedərsiniz, xaricdə təhsil alıb gələrsiniz və burada siz tanınarsınız, sizi tərif edərlər, sizi alqışlayarlar, bax bu kimi. Və yaxud kimisə xilas etmiş ola bilərsiniz, suda, yanğın zamanı, bax bunlar da ola bilər. Kimisə həyatını qurtara bilərsiniz, kimlərinsə hətta həyatını qurtara bilərsiniz. Buğalar üçün bunlar çıxır. Ümumiyyətcə söylədiyim kimi, buğalar üçün iyunun 7-sindən 18-nə qədər hələ Venera burada öz rolunu oynayır. Venera qadındır, Venera gözəllikdir. Venera ola bilər ki, hansısa qadın əməkdaşınız sizə kömək edə bilər və yaxud qadın dostunuz, həyat yoldaşınız ola bilər və yaxud sevgiliniz ola bilər. Sizə dəstəyə yardım olsun, kömək olsun. Bu mənada ola bilər. Ümumiyyətcə, kimləsə işbirliyi qura bilərsiniz. Və yaxud bu da ola bilər. Kiminsə evində işləyərsiniz, çalışarsınız, orada hansısa qadın olar sizə. O da öz köməyini, dəstəyini göstərmiş olar və yaxud
sizə nəsə təklif edə bilər. Yəni bu işlər də ola bilər. Venera yəni qadının qüvvəsidir. Və təzə ayda 25 iyunda təzə ayda da sizin üçün yenə də biraz sıxıntılarınız olacaq, öz sıxıntılarınız, amma o sıxıntılardan çıxış yolu tapacaqsınız. Artıq Ruslar deyir, silmite rozvoy açki, artıq pəmbə eynəklər çıxır gözdən. Kiminizə yalanını tuta bilərsiniz, kimlərinizə yalan danışmağını anlayarsınız və yaxud da ki, nəsə bir dəstək yardım gələ bilər sizlərə. Yəni bu kimi. Və ümumiyyətcə buğalar, dəyərli buğalar, bu ay təkcə iyun ayı yox, ümumiyyətcə Mars, Yupiter, Saturn, bunlar sizin həyatınızda aktiv rol oynayacaq. Prosta sadəcə olaraq inamla, hər bir şeydə inam olmalıdır. Mars çox çılğın bir planetdir, düzdür, qurudur, amma çılğındır, aktivdir. Çünki bilirsiniz də, buğalar yatmağı sevir. Civan gidirsə, qarnına tumar çəksin, yatsın, eləsin. Dincəlsin, amma biraz aktiv olacaqsınız. Biraz aktiv olmaq lazımdır. Sanki tələsirsiniz, tələsəcəksiniz, hər işdə tələsəcəksiniz. Tələsi gedib çatdırasınız. Əslində bu Marsdır. Və Yupiter üçün də mən ayrıca video çəkəcəm zaten bu 1-2 gün ərzində. Yupiterdə də yəni buğalar üçün də müsbət rolu olacaq. Yəni bunu özünüzdə hiss edəcəksiniz, dəyərli buğalar. Əsas o da hər bir işdə inam, əsas o da hər bir işdə sağlıqlı başla, yaxşı düşünərək hərəkət etmək lazımdır, dəyərli buğalar. Videonu bəyənirsinizsə like etməyi, paylaşım etməyi unutmayın, dəyərli buğalar.